Azəronline abunəçilərinin şəxsi kabinetlərinə daxil olmaq üçün artıq əlavə login parol yadda saxlamağa ehtiyacları qalmır. Çünki Azəronline MyGov platformasına inteqrasiya olunan ilk internet provayderdir. Yəni indi istifadəçilər şəxsi kabinetlərinə dövlət rəqəmsal xidmətlərində istifadə etdiyimiz MyGov ID vasitəsilə daxil ola biləcəklər. İlk baxışda bu sadəcə giriş üsulu dəyişdi kimi görünə bilər, amma əslində burada daha vacib bir məsələ var. Azərbaycan tədricən rəqəmsal xidmətlərini vahid ekosistem çərçivəsində formalaşdırır. Yəni fərqli platformalar üçün ayrıca login, parol və müxtəlif təsdiq üsulları əvəzinə daha sadə, təhlükəsiz və vahid giriş imkanı formalaşır. Geniş baxanda görünür ki, bu təşəbbüslər Azərbaycanın yeni rəqəmsal arxitekturası çərçivəsində dövlət və özəl xidmətləri vahid sistem üzərindən daha əlçatan etmək məqsədi ilə həyata keçirilir. Azəronline üçün bu inteqrasiya həm giriş prosesini sürətləndirir, həm də təhlükəsizlik səviyyəsini artırmış olur. Çünki identifikasiya MyGov üzərindən aparılır və bu da şəxsi məlumatların qorunmasını daha etibarlı hala gətirir. Hazırda istifadəçilər şəxsi kabinet üzərindən balansına, tariflərinə nəzarət edə, ödəniş tarixçələrini izləyə və internet sürətini ölçə bilirlər. Bunun üçün abunəçilər sadəcə kabinetim.azeronline.com ünvanına daxil olub, giriş növü olaraq MyGov ID seçimini etməlidirlər. Yəni proses çox sadədir. Əlavə login parol axtarmağa ehtiyac yoxdur. Giriş daha sürətli və daha rahatdır. Bax belə, görünən odur ki, Azərbaycan rəqəmsal xidmətlərdə vahid ekosistemə doğru gedir. Bəs siz bu dəyişimi necə qiymətləndirirsiniz? Rəylərdə fikirlərinizi mənimlə bölüşün.